Hər şey Allahın əlindədir bilin. Hər şey Allahın əlindədir və Allah sənə hər şeyi niyyətinə uyğun müəyyən eləyir. Allahın niyyətlərlə işi var. İçdə nə gizlətmişik, ondan işi var. Nə gizlətmisən qəlbində, Allahın diqqət mərkəzində sənin qəlbindir. Allah baxır qəlbə, nəzəri qəlbədir insanın qəlbinə və qəlbə uyğun davranır bizlə, ürəyimizdəkinə uyğun davranır bizlə. Dünyada da, axirətdə də. Meyar qəlbdir, qəlbdən nə var, nə yox. Allah hər şeyi ona uyğun tənzimləyir həyatımızda. Ürəyimizin, qəlbimizin halına uyğun. Ona görə bir adamın qəlbində bir dəyişiklik baş verirsə, bu çox mühüm hadisədir göylərdə, Allahın nəzərində. Qəlbində balaca bir dəyişiklik yarandısa bir adamın, o çox mühüm hadisədir.